Çox maraqlı bir gündür əslində bütün dizaynerlər üçün və biz Mədəniyyət Nazirliyi olaraq bugün Azərbaycan dizayn müsabiqəsinin əsas tərəfdaşı kimi iştirak edirik. Dizayn sənayesi tarixində yeni bir hadisədir. Bu dəfə, ikinci dəfə mən bilirəm ki, artıq 650 işdən çox müsabiqəyə təqdim olunub və onlardan bir hissəsi xaricdəndir. Bu çox mühüm bir məsələdir. Azərbaycanda artıq ikinci dəfədir dizayn avard tədbiri keçirilir. Düşünürəm ki, bu bizim Azərbaycan adına çox uğurlu layihələrdən biridir. Çünki artıq Azərbaycanımızın dizayn istiqamətində beynəlxalq arenaya çıxmasına dəstək olur. Azərbaycan Dizayn Avard tədbirinə xoş gəlmişsiniz. Образовывается комьюнити, то есть такое общество внутреннее. И на самом деле организаторы большие молодцы, что могут всех соединить, столько индустрий соединить в одну. Я каждый день, каждый год вижу, как уровень работ поданных растет, и новые имена приходят, и что абсолютно радует.